Salam əziz dostlar. Bugün Cun ayının 22-sidir və İranla İsrailin arasında gedən savaş hələ də davam edir. Şəhərlərimiz bombalanır hələ də. Bu çox təhlükəli bir durumdur, çünki şəhərlərimizin zirsaqları, insanlarımızın həyatı, torpaq bütünlüyümüz təhlükə altındadır. Dostlarımız, ailələrimiz bu təhlükə ilə qarşı-qarşıyadırlar. Ona görə də müxtəlif senaryoları düşünüb ağıllı bir nəticəyə varmaq hamımızın borcudur. Bu doğrultuda da Azərbaycan fəallarını və bilginlərini bir araya gətirməyə qərar verdik, fikirlərini öyrənmək istədik. Bugünkü qonağımız Vahid Qarabağlı ilə Səməd Musəvidir. Çox xoş gəlibsiniz Səməd bəy, Vahid bəy. Səməd bəy, birinci sizlə başlamaq istəyirəm. Gəldiyimiz İranla İsrailin gəldiyi bu durumu, İranın gəldiyi bu durumu və bizim Azərbaycanlıların xüsusilə gəldiyi bu durumu necə dəyərləndirirsiniz? Sizi eşidirik. Buyurun. Selamlar size ve dinleyicilere. Ben bu durum analizi etmeden önce bir iki faktı söylemek istedim, demek istedim. Birincisi bu ki bu savaş kültürel, medeni bir savaş değil. Yani o insanların maddi varlığını, insanların fiziki varlığını, yurtlarını tehdit eden bir savaştır, bir muharebedir. Ve ikinci fakt olur ki bu savaş bizim savaşımız değil. Yani milletlerin savaşı değil, halkın savaşı değil, quldur hakimiyyətlərin savaşıdır. Və görünən odur ki, bu savaş hər iki quldur dövlət üçün ekzistensial ya ölüm-dirim savaşıdır. Bu əsasda, yəni günümüzdə gəldiyi durum belədir ki, İsrail dövləti dalı oturmur və savaşı genişləndirir. Öz niyyətlərində başarılıdır. Amerikanı bu müharibəyə çəkib gətirə bilmişdir. Və görünən odur ki, İran hakimiyyəti də dalı oturmur. Və bunun da nədənini, səbəbini anlamaq çox çətin deyildir. Hakimiyyət adamlarının əlləri qana boyanıb və uzun illərdir bu hakimiyyətin düşmanı çoxalıb həm içəridə, həm eşikdə və onlar bilirlər ki, əgər hakimiyyət yıxılarsa, hakimiyyətə bağlı insanların nə özləri, nə ailələri həyat güvənliyi altında olmayacaqlar, yaşamayacaqlar. Bir tərəfdən də bu həyati, məişəti və mənfəətləri müstəqim bu hakimiyyətə bağlı böyük bir kütlə var. Müstəqim bağlıdır onların mənfəətləri bu hakimiyyətin var olmasına. Yəni onların əlləri qana boyanmasa da, amma hakimiyyətlə gücü, rantları, sərvətləri paylaşırlar və bir cürə demək olar ki, hakimiyyətdən təğziyə edirlər. Və o da kiçik bir cəmiyyət deyil. Bəzilərinə görə %20, 25 İran cəmiyyəti bunlardır. Yəni və bir də qeyri-müstəqim olaraq hakimiyyətin siyasətlərini dəstəkləyən insanlar da var. Onlar da az deyildir. Özəlliklə söz konusu İsrailin başqa bir dövlətin saldırısı və ya Amerikanın bölgədə dəxalətidirsə, onda bir çox siyasi nirolar hətta hakimiyyətə belə zidd olsalar, onunla bir cibhədə dururlar. Bu isə də birbaşa, yəni rejim change məsələsini, hakimiyyətin dəyişməsini çox çətinləşdirir. Və elə buradan da biraz anlamaq olar ki, həm Amerikanın, İsrailin dediyi rejim change məsələsi biraz bolofdur, bəlkə də bizim bu millətimizə bir bolofdur. Onlar üçün xalqların, millətlərin siyasi taleyi çox önəmli deyil, öz mənfəətləri, öz planları çox öndə gedir. Amma hakimiyyəti, yəni hakimiyyəti dəyişmək istəyi ilə, sözü ilə bu diasporanı, özəlliklə İranın dışarıda olan böyük kütləsini sustura bilirlər. Çox sağ olun Səməd bəy. Vahid bəy, eyni sualı sizə soruşmaq istəyirəm. Gəldiyimiz bu durumu necə dəyərləndirirsiniz? Buyurun. Çox sağ olun Lalə xanım, verdiyiniz fürsət üçün. Mən də Səməd bəyə qatılıram. Əslində bu savaş iki rejimin savaşıdır ki, hər ikisi də şiddətlə bəslənirlər, özlərini şiddətlə bəsləyirlər və qarşılıqlı bir həm ideolojik bir-birinə düşmən bəlirləmişlər və uzun 10 illərcə bir-birini əslində bəsləmişlər və varlıqlarını bir-birinə düşmənçiliyi üzərindən genişləndirməyə və gücləndirməyə çalışmışlar. Yəni bu şiddət İranla İsrailin arasında olan bütün şiddət bir dairəvi şiddətin sirkılıdır ki, fırlanır, illərcə gedir və bunlar
bu günlərdə ən yüksək səviyyəyə gəlmiş. Yəni fərqli rejimlər həm İran içində, həm İsraildə qruplar genişlənmək istəyirlər, bir-birinə hökmranlıq, sültə etmək istəyirlər və İran bunun üzərindeydi ki, bu atomik enerji, atom məsələsinə girişməsi və ona görə bura gəlib dediyiniz, Səməd bəyin dediyi kimi bu millətin heç bir mənfəətinə deyil bu savaşlar. Sadəcə bu ortada olan millətin rifahını, millətin gələcəyini risk altına atmış. İllərcə sadəcə bu gün deyil. Bu günlər daha çox, çünki savaş qarşı-qarşıya gəlmiş. Bundan öncə daha çox İran Hizbullah yolu ilə və ya Filistində bu şiddətini ürətirdi və İsrail İranla daha çox Lübnanda, orada, burada savaşırdı. Amma indi qarşı-qarşıya gəlmişlər. Bu çox təhlükəlidir. Ona görə ki, bizim şəhərlər indi bombalanır müstəqim olaraq və burada da bombalananda da insanlar ölür, insanların iş yerləri, həyatları, gündəlik həyatları təhlükə altındadır. Onların gələcəyi təhlükə altındadır. Streslər, travmalar yaşayırlar. İnsanlar məcbur olub şəhərlərin dəyişələr və bir də gələcəyə bir bəlirsizlik vardır, gələcəyə bir qorxu vardır. Savaş olursa daha çox insanların ölməsi, daha çox yurdlarından tərk etmələrini və ya İranda rejim birdən düşərsə, daha çox şiddətin ortada çıxması, yəni bununla bitməməsi, çünki etnik qrupların bir-biri ilə konfliktləri olmasın, fərqli mərkəzdəki qrupların güc üstündə bir-birindən mübarizə getməsi bir şiddət ortamının qorxusunu verir. Çünki biz burada görürük ki, bu həm mediada, həm İran toplumunda da hər hansı bir alternativ siyasi bir gələcək düşünülmür, əgər birdən rejim düşərsə. Daha çox qorxu və kimin gücü üstünə gələcəyi ilə bağlı bir şeylər var, bir təhlükələr vardır və bu boşluq, gücün boşluğunun təhlükəsi gündəmdədir. Onun üçün bu da əndişə vericidir. Çox sağ olun. Səməd bəy, sizə ikinci sualımı soruşmaq istəyirəm. Bəs indi gəldiyimiz bu durumda və gələcəkdə olan müxtəlif senaryoları nəzərdə tutaraq biz Azərbaycanlıların düşünə biləcəyi ən ağıllı şey, yəni ortaya çıxacaq hər hansı bir senaryoda, fərqli senaryolarda gedə biləcəkləri ən ağıllı yol, tuta biləcəkləri ən ağıllı tutum nədir sizcə? Mənə görə ən ağıllı yol, fikir o olar ki, insanlar yəni şəffaflaşsınlar biraz. Yəni zamanıdır ki, siyasi istəklərində öz gələcəklərinə, taleylərinə düşünsünlər və susmasınlar. Yəni biz bu gün illərdə çox belə ümumi bir xüsusiyyətə dönüşüb ki, yəni həssas zamanlarda susqunluq olur gün illərin içində. Bəlkə bu gün illərin öz toplum xüsusiyyətlərinə qayıdır. Yəni həm toplum olaraq, həm siyasi nirular olaraq bir çox hallarda orta zəmini saxlayırlar. Yəni ortada qalırlar və bu onları qeyri-şəffaf, zədələnə bilir və savunmasız buraxır. Yəni orta yola düşünmək özlüyündə pis deyil, amma hansı yolda olmağını da itirə bilirsən. Yəni əgər bir həmişə ortada olmaq istəyirsənsə və sonunda hər şeyə düşünərsənsə, yəni heç bir şey əldə etməzsən. Bu da vardı. Yəni mən elə bilirəm ki, öz istəklərimizdə hər şəxs olaraq və toplum olaraq, siyasi güclər olaraq şəffaf ola bilərik. Yəni şəffaf olanlar heç olmasa istədiklərini düz, yanlış olmasına baxmayaraq öz istədiklərini bilirlər nədir və o doğrultuda bir addımlar ata bilirlər, bir hərəkətə keçə bilirlər. Bu ikinci məsələ ki, vurğulatmaq istəyirəm, yəni ana vətən anlamının əhəmiyyətidir bu dövrlərdə. Yəni bütün real hadisələrin vətəni var. Yəni bu siyasi, dediyim ki, siyasi, fikri, zehni bir savaş deyil, vətənsiz bir savaş deyil. Bu müharibənin vətəni var, təhlükələrin vətəni var, faciələrin vətəni var. Yurdumuzu, insanlarımızı, qaynaqları qorumalıyıq. Yəni bir təhər yolunu tapıb, əməli yollarını tapıb qorumalıyıq. Başqa bir şey ki, yəni paylaşa bilərəm fikir kimi öz gücümüzü tanımalıyıq
bu həssas dönəmlərdə nələrdə güclüyük, haralarda zəifik, hətta məsələn əməli surətdə dövlət içində, dövlətin dışında harda bizim gücümüz var, hansı Azərbaycanlı dövlət orqanlarında var, necə onlarla əlaqə qurmaq olar, necə yaxınlaşmaq olar, heç olmasa qorxularımızı biz paylaşa bilərik güclü insanlarla, ya bu əlindən gələn iş gələn bu millətlə eləyə bilərik, paylaşaq. Bir tərəfdən də böyük pəncərələrdən, böyük eşeldən baxmaq zamanı deyildir. Yəni bu bizi biraz o da caydıra bilir. Yəni dünya məsələlərini həll etməməyə qalxmamalıyıq bu şəraitdə, həssas şəraitdə. Nə bilim dövlətlərin, hakimiyyətlərin gözü ilə çalışmayaq ki, baxaq o cür təhlil edək məsələlərimizi. Təhlükələrimizin gözü ilə baxaq və bilək ki, əməli addımlar nə ola bilər bu durumda. Yəni müharibə durumunda olan bir xalq obyektiv olaraq nə edə bilər özünü qorusun, düşmanları kim ola bilər, yaxın təhlükələr nədir, uzaq təhlükələr nədir və bunları pratik olaraq nə işlər görmək olar bunların doğrultusunda. Amma söz olaraq bunu da demək istəyirəm, artırmaq istəyirəm ki, umudumuzu da heç zaman itirməməliyik. Yəni bu ilk başda dedim ortada olan xalq, amma o ortada olan xalqın elə zəifi öz gücüdür də. Yəni baxmayaraq ki, bəlkə də bilmir hara gedir, nə olur, amma bu onları ortada olan xalqları, hər yerdə olan xalqı öldürmək, məhv etmək çox çətindir. Biz çoxuq, Azərbaycan türkləri çoxdur, İranda yaşayan türklər çoxdur, çeşidlidirlər, bir cinsdən deyillər. Yəni biz hər yerdə varıq. Hakimiyyətin içində də varıq, opozisiyonda da varıq. Yəni hər yerə baş çəksəniz Azərbaycan türkləri, İran türkləri orada vardı və o bunları bir təhər məhv olmaqdan, yox olmaqdan qoruyacaq. Çox sağ olun. Vahid bəy, siz nə düşünürsünüz? Biz Azərbaycanlıların yəni önümüzə, qarşımıza çıxa biləcək müxtəlif senaryolarda hər şeyi nəzərdə tutaraq bugün görə biləcəyimiz, tuta biləcəyimiz ən məntiqli yol nədir, ən ağıllı yol nədir? Buyurun. Yəni bugünkü bəlirsiz dönəmdə və həssas dönəmdə, təhlükəli dönəmdə bizim görə biləcəyimiz şey bu məsələləri bizi qarşılaya bilən, bizi gözləyə bilən riskləri danışmaqdır. Bugünkü proqram kimi danışmaqdır və fərqli qrupları, insanları da bu danışmaqlara dəvət etməkdir və fərqli qrupların, fərqli insanların bizim toplumda olan qayğıları var. Onlar da gəlib öz sözlərini bizim paylaşmalıdırlar toplumdan, yəni aydınlar olaraq, fəallar olaraq və bu risklər hangi risklərdir? Birinci onları belirləməliyik və açıq onları haqqında danışmalıyıq. Bu, məsələn, qadınlar gəlib danışa bilər, fərqli işçilər, fərqli insanlar, bölgədə olan insanlar ki, yaşayırlar və təhlükələrlə üzləşirlər, daha çox hiss edə bilirlər. Onları danışmaq lazımdır və bu danışmaqlardan da sonra biz bu risklərə daha bir gün baş verərsə, o risklərlə qarşılanırsa, ən azı onların necə ələ alacağımızı, o risklər qarşısında necə toplumu bir dayanışma yaratması, toplumu qorunması və ya yenidən bir şeylərin əgər bir dağım olursa, dağıntı olsa yenidən bir araya gəlməsi önəmlidir. Onun üçün bu prosesdə də biz toplumumuzu daha çox şiddətdən uzaq olmaya çağırmalıyıq. Daha çox mədəni diyaloqlar, mədəni çağırışlar olmalıdır. Çünki savaş zamanı şiddət çox qalxır və şiddətlər də daha dərinləşir getdikcə. Buna diqqətlə etmək lazımdır. Yəni mən də biz insan toplumları bu şəraitlərdə daha çox bir araya da gələ bilirlər. Yəni o şəraitlərdə, həssas zamanlarda. Onun üçün məncə biz mədəni qrupların, toplum içində fərqli qruplar ki, fəaliyyət edirlər və etkiləri var cəmiyyətlərin öz aralarında. Onların rolu böyükdür, o liderlər ki, hərəkətin içindədir, toplumun içindədir. Onlar məsələləri danışmadılar və biz də bir İran toplumunda da bu söyləmlərin yayılmasına da kömək etməliyik. Ona görə ki, biz İranda indi bu məsələlərlə danışanda etnik qrupları bir təhlükə kimi göstərirlər. Məsələn, BBC-də, fərqli televizyon orqanlarında sanki məmləkətin sahibləri onlardır və bizlər təhlükəyik. Bizə bir təhlükə gözüyle baxırlar və deyirlər ki, bu söyləmə qarşı da öz
yəni söyləmimizi ortaya qoymalıyıq və Azərbaycanı ilgiləndirən mərkəzə qoymalıyıq. Bu gün Azərbaycanda olan məsələləri də o açıdan o mərkəzə sözümüzü eşitməliyik. Çünki biz istəmirik ki, birdən rejim dəyişə, üstdən aşağı gətirərlər, orada sanki yenə bir mərkəz ətrafında bir sistem tərif eləyərlər, bir ideoloji tərif eləyərlər və birlik adı altında bütün fərqlilikləri, bütün bizim ehtiyaclarımızı, bizim o güc münasibətlərini gizləsinlər, yenə də mərkəzin qüdrətini ürətsinlər və biz bu söyləmlər ki, indi daha çox yenidən İran millətçiliyini mediada, orada burada görürük ki, yenidən tol edirlər, yenidən dəstəkləyirlər. Biz bu İran millətçiliyinə də qarşı öz bəhslərdə öz sözümüzü deməliyik. Çox sağ olun, çox təşəkkür edirəm hər ikinizə dəyərli fikirlərinizi bizimlə paylaşdığınız üçün. Son olaraq hər ikinizə minnətdarlığımı bildirirəm. İnşallah bu savaş bitər. İnsanların İranın heç bir yerində, xüsusilə bizim Cənubi Azərbaycanda insanların burnu belə qanamadan bu savaş son bular. Sülh günlərində sizinlə bir araya gələrik. Çox sağ olun, çox təşəkkür edirəm. Çox sağ olun.